Salam. Ağırlıq qüvvəsi, qravitasiyası intensivliyi, sərbəst düşmə təcili mövzusunu izah edək. F bölək M. Bildiyimiz kimi F mg'dir. Mg'ni M-ə bölsək şey qalır. Bu da qravitasiyasının intensivliyi yaxud sərbəst düşmə təcili cavabçı. Yenə F-a bölək J olur. Mg bölək J bərabərdir M. Kütlə, ağırlıq qüvvəsi təbii ki dinamometrdir qüvvə olduğu üçün. Ağırlıq qüvvəsi qravitasiyası intensivliyi həmişə yerin mərkəzinə doğrudur. Əgər yer kürə şəklində yəni göstərilibsə, yer mərkəzinə 4, kürənin mərkəzinə. 5-ci sualda yenə yerin mərkəzinə 2. F bölək M, mg bölək mg'dir sərbəstləşmə təcili. J sərbəstləşmə təcili. F bölək J M-dir kütlə. Yəni təkrar suallardır. Planetin səthindən h hündürlükdə ağırlıq qüvvəsi J M vuraq M R plus h-ın kvadratıdır variantı. Planetin səthindən h hündürlükdə sərbəstləşmə təcili M-in bir ixtisarıdır. J M bölək R plus h-ın kvadratıdır. Demək ağırlıq qüvvəsində 2 dənə M var. Kütlə vur M. Biri yerin kütləsi, biri də cismin kütləsi. Qravitasiyası intensivliyində isə J bərabərdir F bölək M olduğu üçün kiçik M ixtisar gedir, yəni cismin kütləsi ixtisar gedir, yalnız planetin kütləsi olur. Mg ağırlıq qüvvəsidir. J M yer bölək yer plus h-ın kvadratıdır. Bu qravitasiyası intensivliyinin yaxud da sərbəstləşmə təcilinin düsturudur h hündürlükdə. Yerin səthində sərbəstləşmə təcili yaxud da qravitasiya sahəsinin intensivliyidir. F-in h-dan asılılığı F bərabər mg düz mütənasibdir. Eləmi? Qravitasiya sahəsinin intensivliyinin vahidi Newton bölək kiloqram yaxud metr bölək saniyə kvadratı. Newton bölək kiloqram və ədədi qiymətcə qravitasiya sahəsinə vahid kütləli nöqtəyə təsir edən, maddi nöqtəyə təsir edən cazibə qüvvəsi, yəni vahid kütləli deyəndə F-i M-ə bölürük. Bu da J alınır. Qravitasiya sahəsinin intensivliyi adlanır. Ən kiçikdir. Qravitasiya sahəsinin intensivliyi ən uzaqda, yerdən ən uzaqda ən kiçikdir. Yerin səthində ən böyükdür. Yəni daxildə bir nöqtə olsa, daxildə səthindəkindən kiçikdir. Qravitasiya sahəsinin sınaq cisminə göstərdiyi təsir qüvvəsi bu cismin kütləsinin nisbəti, yəni F-in M-ə nisbəti J-dir. B variantı. F-in h-dan asılılığı Y variantı, yəni bu F bərabərdir G M vuraq M R üstə gələk h-ın kvadratı düsturuna görədir. J-nin h-dan asılılığı A variantındadır. J bərabərdir J M bölək R plus h kvadratı düsturuna görədir. 5 yer radiusinə bərabər olan hündürlükdə sərbəstləşmə təcilinin qiyməti yer səthindəkindən neçə dəfə azdır. Yəni biz belə bir düstur almışdıq ki, J0 JH-a nisbəti 1 plus h bölək R kvadratı dəfə olur. Yəni bu qədər dəfə az olur. 1 üstə gələk 5 R bölək R kvadratı. Bu da 6-nın kvadratı bərabər 36 dəfə az olur. 2 yer radiusuna bərabər hündürlükdə, yəni h bərabər 2 R neçə dəfə az olur? 1 plus h bölək R mötərizə kvadratı dəfə az olur. 1 plus 2 R bölək R mötərizə kvadratı, bu da 3-ün kvadratı 9 edir. 9 dəfə az olur A variantı. Simgə səthinə hansı hündürlükdə qaldırmaq lazımdır? Sərbəstləşmə təcili 2 dəfə azalsın. Buna bir n desək, n bərabərdir 1 plus h bölək R kvadratı dəfə azalır. Buradan da h-ı tapsaq, kök altda n çıxaq 1 vuraq R alınır ki, hansı hündürlükdə 2 dəfə azalsın, yəni n-i yerinə 2 qoyuruq. Kök altda 2 çıxaq 1 vuraq R. Bu da A-dır. Hansı hündürlükdə 3 dəfə azalsın, yəni n-imiz 3-dür. N deməli J0 bölək JH bir n deyirik, o da 3-dür və n bərabərdir kök altda, yəni h bərabərdir kök altda n çıxaq 1 vuraq
r. Bu da kök altda 3 çıxaq 1 vuraq r kimi qalır A variantı. Burada gördüğümüz kimi yer səthində 180'dir f0. Yerdən h hündürlükdə fh 20'dir. Deməli, onda neçə dəfə azdır? f0'ın fh-a nisbəti bərabərdir 9'a. 9 bərabərdir 1 plus h bölü r'in kvadratı. Buradan h'ı tapmalıyıq. 3 bərabərdir 1 plus h bölü r. H bərabər 2r. 2r yüksəklikdə 9 dəfə azalır. Yer səthindən olan hündürlükdən asılı qrafiki verilmişdir. A nöqtəsinə uyğun ağırlıq qüvvəsinin qiymətini tapın. Bunun əksidir. Gördüyümüz kimi h'ımız 2r'dir. H bərabərdir 2r'dir. Bu zaman bizim neçə dəfə azalır? 1 plus h bölü r kvadratı dəfə azalır ağırlıq qüvvəsi. 1 üstə gələk 2r bölü r'in kvadratı bərabərdir 9 dəfə azalır. Onda deməli fh bərabərdir f0 bölək 9. Yəni 180 bölək 9 bərabərdir 20. Cavab 20 edir. Üst yer radiusu qədər uzaqlaşda yerin qravitasiya sahəsi intensivliyi necə dəyişər? H'ımız 3r olsa, deməli n bərabərdir 1 plus h bölü r kvadratı dəfə azalır. Bu da 3r'i r'ə bölsək 3, 3'ün üstünə 1 gəlsək 4, 4'ün kvadratı 16 dəfə azalır. Cavab 16 dəfə azalır. 9 yer radiusunda 100 dəfə azalır. Yəni n bərabərdir 1 plus 9r bölü r kvadratı bərabərdir 100 dəfə azalır. Neçə dəyişər? Qravitasiya sahəsinin intensivliyi necə dəyişər? 100 dəfə azalar. Yer səthindən sərbəşmə təzyiqinin qiyməti 4 dəfə azdır. Yəni n bərabər 4 dəfə azdır. H bərabər kök altda n çıxaq 1 vuraq r'dir. Kök altda 4 çıxaq 1 vuraq r. Bu da 2 çıx 1 eləcə r edir. Yer səthindən r-ə qədər yüksəklikdə. Yer səthindən hansı hündürlükdə sərbəşmə təzyiqinin qiyməti onun yer səthindəki qiymətindən 9 dəfə azdır. Yer səthindən deməli 2 yer radiusu qədər yüksəklikdədir bu. H bərabərdir kök altda n çıxaq 1 vuraq r edir. Bu da kök altda 9 çıx 1 vuraq r. 9'dan 3 çıxır. 3'dən də 1 çıxanda 2r. Cavab 2r. 16 dəfə azdır. Hansı hündürlükdə? Yenə h bərabərdir kök altda n çıx 1 vuraq r. R burada n neçə dəfə azalmanı göstərir. Kök altda 16 çıx 1 vur r. 16'dan 4 çıxdı. 4'dən də 1 çıxsaq 3r, düzdürmü? Yer səthindəki qiymətini hesablayın. 9 dəfə azdır. Hansı hündürlükdə? Hündürlüyü tapırıq yenə. Təkrar məsələdir. 2r gedir. Yəni h bərabər kök altda n çıx 1 vuraq r. Kök altda 9 çıx 1 vur r. Bu da 2r edir. Deməli, sərbəşmə təzyiqinin qiyməti ən çox ekvatordadır və ən çox qütbdədir. Çünki qütbdə radius kiçikdir. Ən az da ekvatorda. Bu qiymət cüzi fərqlənir. Yəni %1 qiymətində fərqlənir. J qütb böyükdür. J2 böyükdür. J3 cavab C-dır. Yenə də qütbdə ağırlıq qüvvəsi daha çox olacaq. F3 qütbə düşür. Böyükdür 2 ortadadır. 1 isə ekvatordadır. 9 r yüksəklikdə bayaq qeyd etdiyimiz kimi 16 dəfə azalır. Yəni n bərabərdir 100 dəfə azalır. Çünki 1 plus h bölü r'in kvadratı bərabərdir 1 üstə gələk 9 r bölü r'in kvadratı. Bu da 100 edir. N nə idi? J0 bölü JH idi. Yəni bu qiyməti 100 olduğunu tapdıq.
qiymətin 100 olduğunu tapdıq və J0'ımız 10'dur. Yəni J0 10 bölünsün JH. Daha doğrusu JH da bərabərdir J0 bölək N. J0'ımız artıq 10'dur. N'imiz də 100'dür. Bərabər 0'ın 10'da 1. Cavab E. Yerdən 2 yer radiusu qədər yüksəyə qalxanda, yerdən 2 yer radiusu qədər yüksəyə qalxanda 9 dəfə azalır artıq, bu hamısı təkrardır. N bərabərdir 1 plus h bölü yer kvadratı. H'ın yerinə 2 r yazsaq 1 plus 2 r bölü yerin mötərizənin kvadratı, bu da 3'ün kvadratı 9. 9 dəfə azalır. Burada da r qədər yüksəklikdə, yəni h bərabərdir r olduqda artıq bunları özünüz yazın. N bərabərdir 1 plus h bölü r bölü r yazır. H'ın yerinə kvadratı 2'nin kvadratı 4 dəfə azalır. Olur J0 bölək 4. J0 bölək 4. Burada gördüğümüz kimi J bərabərdir J m bölü r kvadratıdır. Kütlə ilə düz məsafə ilə tərsdir və hər bir kürənin özünə tərəf olur. J1, J2. Bunu hesablama aparmaqla dəqiq qiymətdə tapa bilərik. Amma hesablama aparmadan görürük ki 2m bölü r kvadratı, digər isə m bölü 2r'in kvadratı. Ona görə J1 böyükdür J2'dir və böyük tərəf olacaq. Yəni sola tərəfdə 4'dür. Yəni hesablama aparıb qiymətini tapmaq olar, amma hal-hazırda onu soruşmadıq üçün qiyməti şifahi yaza bilərik. 4 r yüksəklikdə 16 dəfə azaldığını artıq tapdıq. 25 dəfə üstünə 1 gəlib kvadratı yüksəldirik. Yəni n bərabərdir 4 üstə gələk 1'in kvadratı 25 dəfə azalır. Yəni JH bərabərdir J0 bölü 25. 10 bölü 25 bərabər sistem %4. 10'da 4. Onda 4. Eyni kütləli cisimə təsirin ağırlıq qüvvəsi yer səthinə olan hündürlük azaldıqca, yerdə olan hündürlük azaldıqca, yəni yerə yaxınlaşdıqca artır. Yerdə olan hündürlük azaldıqca artır. Qütbdən ekvatora getdikcə azalır. Hansı doğrudur? Yalnız 2. İpə bağlanmış 10 kilogram kütləli cisim şağılı yuxarı yönəlmiş ağırlıq qüvvəsi F ağırlıq bərabərdir mg. 10 vuraq 10 bərabərdir 100. Cavab 100 Newton'dur. 10 kilogram cisim təsirin ağırlıq qüvvəsi 25 Newton'lar. Burada gördüyümüz kimi 10 kilogram kütləli cisimə təsirin ağırlıq qüvvəsi mg 100'dür. Bu onu vurduğuna 100'dür. Amma FH'ımız 25'dir. Burada neçə dəfə azalar? Yəni n bərabərdir f0 bölü fh. Bunu harada qeyd edək? f0 bölü fh bərabərdir 100 bölü 25 bərabərdir 100'ü 4 dəfə azalır. H-ı isə kök altda n çıx 1 vuraq r düsturundan tapırıq. Kök altda 4 çıx 1 vur r. 4'dən 2 çıxdı, 2'dən də r. H'ımız r'ə bərabərdir, h bərabərdir r'ə. R'imiz də 6400 kilometrdir. Cevab 6400 kilometr. Yəni yuxarıdakı məsələlərə görə, məsələn 4 dəfə azalıbdır. Yer radiusunda 9 dəfə azalır. 2 yer radiusunda bu formada həll edirik. 44-cü sualda kütləsi və radiusu yerin kütləsinə və radiusundan 2 dəfə böyük olan planetin səthində sərbəst kütlə təzyiqini tapın. Deməli burada J bərabərdir Jm bölü r kvadratı. Gördüyümüz kimi J mütənasibdir yazıram, yəni böyük şeyini yazmıram. M bölü r kvadratı, m'imiz 2 dəfə, r'imiz də 2 dəfə, yəni 2 bölü 2'nin kvadratı. Ona görə də 2'də 1 qalır. Yəni bu planetdə sərbəşmə təcili yerdəkinin 2'də 1'nə bərabərdir. J planet bərabərdir 2'də 1 J yer, 2'də 1 də ona vursaq 5'dir. Kütləsi yerin kütləsindən 8 dəfə, radiusu 4 dəfə. J bərabər Jm bölü r kvadratı. J mütənasibdir m bölü r kvadratı.
Kütləsi 8 dəfə, radiusu da 4 dəfə, 4-ün kvadratı. Yenə 2-də 1 qalır, onda J planet bərabərdir 2-də 1 J yer bərabərdir 2-də 1 vuraq 10, bu da 5 edir. 45-də bu variantı. Kütləsi yerin kütləsindən 8-də böyük olan planetin səthində sərbəşmə təcili yer səthində sərbəşmə təcilindən 2 dəfə böyükdür. J bərabərdir J M bölək R kvadratı. Bizə artıq radiusunu deyir. Radius nisbəti R kvadratı bərabərdir J M bölək J. Və bizə R bərabər kök altda J M bölək J. Bir sözdən R mütənasibdir kök altda M bölək J ilə mütənasibdir. Və kütləsi 8 dəfə böyük, sərbəşmə təcili 2 dəfə böyük. Bərabər kök altda 8 bölək 2, 4 edir. 4-dən çıxdı 2, cavab 2. A variantı 46-da A. Səthində sərbəşmə təcili 3,3 metr bölək saniyə kvadratı olan planetin radiusunu tapın. Deməli, burada J'nin bir düsturunu almışdıq. 3-də 4 pi rho J R. Buradan da R'i tapanda 3J bölək 4 pi rho J'yə. Pi'nin qiyməti 3 olduğu üçün 3 vur 3,3 bölək 4 vur 3 2500 və J'də 6,60 6,6 10 üstü mənfi 11 3,3-dən 6,6 ixtisar yedinə məxrəcdə 2 qalır. 3-dən 3 ixtisar yedir. 2-ni 2500-də vursaq 5000, 5000 də 4-ə vursaq 20.000. Bir sözlə 20.000 10 üstü 11 mənfi 11 yuxarı 10 üstü 11 kimi yazsaq 2 vuraq 10 üstü 4 kimi. Bunlar da bölsək ixtisar gedir 10 üstü 7 bölək 2 10 vuraq 10 üstü 6 bölək 2 5 vur 10 üstü 6 metr. Bunu da kilometrə çevirsək 5000 kilometr edir. Eyni düsturdan biz rho-nu tapsaq, yəni hesablayaq eyni düsturdan. J bərabərdir 3-də 4 pi rho J R. Rho-nu tapaq. Rho bərabər 3J bölək 4 pi rho J. Və buradan 3 vuraq, J'nin qiyməti alt tamında 7-dir. 4 vuraq 3, rho-nun qiyməti axtarırıq. 3J bölək 4 pi R, RJ. 3 vuraq, R'in qiyməti artıq 5000'dir. 5 vuraq 10 üstü 5000 kilometr, kilometre metr çevirində 5 vuraq 10 üstü 6'dır. J'də 6,7, 10 üstü mənfi 11. 10 üstü mənfi 11'i yuxarıda 10 üstü 11 kimi yazıram. Bax, burada 6,7'lər ixtisar gedir, üstlər də ixtisar gedir. 5'i 4'ə vuranda nə eləyir? 5'i 4'ə vuranda 20. 10 üstü 11'dən də 10 üstü 5 qalır, bölək 20. Bu da 10 üstü 4 bölək 2. 5000 eləyir, 5000. 49-cu sualda bir balaca çaşdırıcılıq var. Çaşdırıcılıq ondan ibarətdir ki, yer səthindəki qiymət bizə verilməyib. Bizə yerdən yer radiusunda və 3 yer radiusunda artıq bunu hesablama qaydasını bilirik ki, yer radiusu hündürlükdə deməli F0 bölək 4'dür qiyməti və bu qiymət 160'dır. Bundan istifadə edib F0'ın 160 vuraq 4 olduğunu taparam. 3 yer radiusundakı hündürlüyü isə F0 bölək 16'dır. 160 vuraq 4 bölək 16. Bu da 40'dır. Cavab 40. Bu da A variantı. Yer səthində 3 yer hündürlükdə qiyməti 9 dəfə azalır. Yer səthində 16 dəfə azalır. Çünki üstünə bir gəlib kvadrata yüksəldirdik. Artıq bu tipdə testləri çox həll etdik və
Deməli 9 onda 6-nı bölək 3 plus 1-in kvadratına, yəni bunun hardan çıxdığını dəfələrlə dedik. 16, 9,6-nı da 16-ya bölsək, yəqin ki 0,6 qalar, yenə də bölək 16-ya, 6 dəfə 16-nın 36, 3 yadda, 6, 3 yadda, 9, cavab 0,6-dır. 4M və M kütləli bir cins kürələrin mərkəzlərindən kiçik M kütləli bir cisim qoyduq bura. Bu kiçik M cisimi deyir, harda yerləşdirmək lazımdır ki, 4M'in mərkəzindən hansı məsələ, 4M kütləli cisim mərkəzindən hansı məsələdə yerləşdirmək lazımdır ki, yaratdığı qiyata sahəsi sükunətdə qalsın. Bunun sükunətdə qalması üçün burada əvəzləyici qüvvə 0 olmalıdır, yəni buna bir F1 və F2 qüvvələri təsir edir. Mən kiçiyin mərkəzinə olan məsafə x desəm, böyüyə neçə x deyəcəm, bunu hələ ki qeyd edək. Buna bir R1 deyirəm kiçiyin mərkəzindən, böyüyə də bir R2 deyirəm və buna təsir F1 qüvvəmiz G böyük M vuraq M bölək R1 kvadratıdır. F2 də bərabərdir. G böyük M vuraq 4M vuraq M bölək R2 kvadratıdır. Bunun sükunətdə qalması üçün F1 F2-yə bərabər olmalıdır. Yəni əvəzləyici qüvvə 0 olmalıdır. Bölək R1 kvadratı bərabərdir. G 4M vuraq M bölək R2-nin kvadratı. Bunlar ixtisar getdi. R2'nin kvadratı bərabər 4 R1'in kvadratı. R2 bərabər 2 R1. R2 R1'dən 2 dəfə çox olmalıdır. Ona görə bu R1'ə bir x desək, buna da 2x deyək. Çünki 2 dəfə çoxdur, cəmi 3x'dir və ortada məsafə L'dir. L'in üstünü yazmışıq. Deməli 3x bərabərdir L'ə. 3x'i necə aldıq? 2x'dən x'i topladıq. L, onda x'imiz L bölək 3'dür. Bizdən isə L2'ni soruşurdu, yəni böyükdən olan məsafə 2x'i 2 vuraq, L bölək 3 cavab 2L bölək 3'dür. 2L bölək 3, 3'də 2R. Çünki bu da məsələ deyirdi ki, 4 kütlənin mərkəzindən hansı məsafədə olmalıdır? Və 52-ci sualımızda dəniz səviyyəsinə olan hündürlük artdıqda yerin qalıqlar sahəsinin intensivliyi hündürə qalxdıqca azalır ümumiyyətcə. Verilmiş təsirən ağırlıq qüvvəsi də azalır. Dəniz səviyyəsinə olan hündürlük artdıqda. İfadələrin hansı doğrudur? Yerdən 2R qədər uzaqlıqda cisim yerdən olan hündürlüyü azaldıqda 2R'dən yerə tərəf məsafədə yerləşən cisim yerdən olan hündürlüyü azaldıqda. Yəni yerdən 2R qədər yüksəklikdə idi və bu cisim yerə doğru gəlir. Yerə doğru gəldikcə qalıqlar sahəsinin intensivliyi artır. Ağırlıq qüvvəsi artır. 1, 4 yerə tərəf gəlir. H bərabərdir R yer yüksəklikdə bildiyimiz kimi FH bərabərdir. Üstünə 1 gəlib kvadratı yüksəldirdik. Yəni H1 R yerdir. Birinin də üstünə 1 gəldik. 2, 2'nin kvadratı 4 dəfə azalır. Bax, bunu düsturla yazaq. Deməli, F bərabərdir. F0 bölək, 1 üstə gələk, H bölək R'in kvadratı bərabərdir. Deməli, F0 bölək, 1 üstə gələk, R bölək R'in, yəni R bölək R'in kvadratı bu 1 edir. F0 bölək 2'nin kvadratı 4. Bir sözlə F'imizin də qiyməti 50'dir. 50. 50 bərabərdir F0 bölək 4. Onda F0'ımız 4 bölək 50 200 edir. 200 edir və 200 edir. Bizə də deyir ki, cismin kütləsini tapın. Yəni yer səthində 200 idisə, F0 bərabərdir mg0, 200 bərabərdir m vur 10,
M de bərabərdir 20 kilogram. Cavab 20 kilogram. Cavab 20 kilogram. Keçək 55-ci testə. 55-ci testə keçək. Yer səthindən cismə təsirin ağırlıq kütləsi bunun əksidir. Yer səthindən yer radiusu qədər hündürlük. Yer radiusu qədər hündürlükdə M bərabərdir 1 plus H bölək R, yəni 4 dəfə azalır. 1 plus H'ımız R'dir. Kvadratı bərabər 2'nin kvadratı 4 dəfə azalır, düzdürmü? Onda FH bərabərdir 72 bölək 4 bərabər nə? 18 Newton. Cevap 18 Newton. Bak buradakilərə görə M bərabərdir, H bərabərdir kök altda N çıx 1 bıraq R. N azalmadır. N'in yerinə 4 qoysaq, burada H1'imiz R olur. N'in yerinə 9 qoysaq, H2'miz 2R olur. N'in yerinə 16 qoysaq, H3'ümüz 3R olur. H1'ə uyğun cisim yer səthindən yer radiusu qədər, yer radiusuna bərabər hündürlükdədir 1D. H2'ye uyğun 2 yer radiusu, yerin 2 radiusun 2 misli B. H3'e uyğun 3 misli. Bu da C. D, B, C. Və nəhayət deməli biz 56-cı sualı izah etdik. Keçdik 57'ye. Deməli burada gördüyümüz kimi yenə H bərabər kök altda N çıx 1 vur R. N'in yerinə 9 qoyanda 9'dan 3 çıxır kökdən, 3'dən də 1 çıxsa 2R. Yəni 2 yer radiusundadır. 2R 1A. 16'nı qoysaq N'in yerinə 16'dan 4 çıxır, 4'dən də 1 çıxanda 3 qalır. 3R və nəhayət 25'i qoysaq 25'dən 5 çıxır, 5'dən də 1 çıxanda 4 qalır. 3'də C. Yəni A, Y, C. Diqqətinizə görə minnətdaram.